Fərəngiz xanım, Koreyada təhsil almaq istəyirəm. Haranı məsləhət görürsünüz? Koreyada birçok üniversitet və kolleclər var. İstədiyiniz universitet və kollecə profilinizə olaraq müraciət edə bilərsiniz. Bəs təhsil üçün əsas nəyə fikir vermək lazımdır? Ümumiyyətlə, Koreyada təhsil almaq istəyirsinizsə, ilk növbədə Korey dili sertifikatınız olmalıdır və ya ingilis dil bilginiz və bunu da göstərən beynəlxalq sertifikat olmalıdır. Bəs Koreya dilini Koreyada öyrənmək mümkündürmü? Əlbəttə, siz Koreyada Korey dilini öyrənə bilərsiniz. Hər hansı universitet və kolleclərdə Korey dili kursları olur ki, siz burada yüksək səviyyədə dili mənimsəyirsiniz. Bəs qiymətləri haqqında məlumat verə bilərsiniz? Ümumiyyətlə, dil kurslarının qiymətləri fərqlidir. Amma mən sizə hal-hazırda Ulsan şəhərində yerləşən Korey dil məktəbi haqqında məlumat verə bilərəm. Digərlərindən nə ilə fərqlənir? Hal-hazırda həmin dil kursunun digərlərinə fərqlənirdən odur ki, Azərbaycanlı tələbələrimiz üçün 40% endirim var. Bir illik təhsil nə qədər edir? Endirimlə təxminən sizə deyə bilərəm ki, 2235 dollar illik təhsil haqqıdır. Bəs qalmaq üçün yer var? Universitetin ən yaxşı özəlliklərindən biri yataqxana probleminin olmaması. Dil kursuna yazılırsanızsa yataqxananı da rahatlıqla götürə bilirsiniz. Onun da qiyməti təxminən 825 dollar olmalıdır. Çox sağ olun Fərəngiz xanım. Təşəkkür edirəm. Əgər siz də bu endirimlə maraqlanırsınız,